Cənablar və cənablar, indi biz Azərbaycan komandası ilə Azərbaycan bayrağını TNS Beynəlxalq konferansında təmsil etmək üçün, yəni bayrağı səhnədən keçirtmək üçün, səhnədən keçirtmək üçün burada toplaşmışıq. Demək, 4 nəfər, 5 nəfər nümayəndəyik. Biri mən, biri də indi növbəti onlara söz veriləcək. Bizim üçün bu çox böyük şərəfdir. Azərbaycanımızı bu boyda demək beynəlxalq tədbirdə təmsil etmək və bu çox möhtəşəm olacaqdır. Allah qoysa çəkilişlər, imkan olarsa, çəkiliş olarsa siz özünüz tamaşa edəcəksiniz onu. Mübariz müəllim, nə deyə bilərsiniz bu barədə? Mən emosiyalar o qədər çoxdur ki, insan söz tapıb deyə bilmir və bu günləri bayraqdar kimi qabaqda gedib, komanda heyəti ilə bir yerdə olmaqdan çox məmnunluq duyuram və bu 35-40 minlik bir izdihamın qarşısından keçərək o hissləri hiss eləmək üçün burada olmaq lazımdır. Hər birinizə bunu arzulayırıq. Uğur bəy, siz nə deyə bilərsiniz? Allah hər bir TNT-yə, hər bir Azərbaycanlı TNT-sinə bu gözəl anı qismət eləsin inşallah. Hər birinizə uğurlar arzulayıram. Növbəti illərdə sizin bayraqdar olmanızı istəyirəm inşallah.